sən görünməmək meyar deyil, tanımamaqdır meyar. Və yaxud da görmək meyar deyil, tanımaqdır meyar subyektiv cəhətdən. Çünki çox insan var ki, insan onları görməyib. Tarixi şəxslərdir. Həzrəti Rəsul Əkrəm sallallahu əleyhi, Məhəmməd Füzuli və digər şəxslər, Həzrət Əli əleyhissalam və imamlar, müxtəlif şairlər onları görməyib və ya onların zamanında yaşamır. Amma neynir? İnsani kamilliklərini tanıyır. İnsani kamillikləri. Onlardan bir əsər götürür. Onların hansısa sözləri buna təsir edir. Bəs bizə niyə Allahın sözləri təsir eləmir? Nə olsun görməmişik? Peyğəmbər də görməmişik, amma sözləri təsir edir. İmamlar da görməmişik, sözləri təsir edir. Məhəmməd Füzulini də görməmişik, sözləri təsir edir. Şeirləri təsir edir. Nizami Gəncəvi. Deməli, görmək meyar deyil, tanımaqdır meyar. Gərək tanıyasan. Allah da deyir ki, məni tanı. Necə tanıyacaqsan? Beləliklə, fitrəti ilə kamala aşiq olan insan, əgər yaradılış aləminə diqqət yetirsə, kamala çatmısan axı. Aşiqsən özdə o kamala. Və yaradılış aləminə diqqət yetirirsən və onun tamam cüzlərində sonsuz hikməti, rəhməti və nemətləri müşahidə etsən, yaradılış aləmini və yaradanı sevəcək. Nəyə baxacaqsan? Yaradılış daxili hikmətə, yaradılış daxili nemətlərə, mərhəmətə, məhəbbətə. Bunlara baxacaqsan, bunlara nəzər yetirəcəksən və səndə birbaşa yaradana və onun kamalına bir məhəbbət yaranacaq qəlbində. Tanıyacaqsan, bir mərifət yaranacaq. Əvvəlül ilm mərifətullah. Hədis var bunda. Elmin əvvəli tanımaqdır. Əgər istəyirsənsə Allaha elmin çatsın, gərək birinci onu neyniyəsən, tanıyasan. Buna görə Quranda ən çox Allahın nemətlərindən və mərhəmətindən söhbət gedir.